Əzizlər, səbr etmək məsələsində bizim həm mucizələrimizdə, həm cəmaatın təfəkküründə bir problem yaranır. Filan işi eləmək istəyirəm, amma o amma da elə Allahın məqsədi. Allahın elə tələbi iş deyil ki, o ammadır. Yəni biz çətinliyə səbr edə bilməsək, biz yaxşı bəndə deyilik. Allahın məqsədi səbr etdirməkdir. İmtahanların məqsədi səbr etdirməkdir. Hər hadisədə, hər məhrumiyyətdə, hər olayda Allah ilə deyinən, şikayətlənən insandan Allahın xoşu gəlmir. Allahın məqsədi bizi səbirli olmağa vadar etməkdir. Yoxsa Allah bizə niyə sınaq göndərsin ki? Ona görə də hədislərdə deyilir ki, məsumlar buyurur, əxlaq, insanın xasiyyətləri hamısı bədəndir, o xasiyyətlərin başı səbirdir.